Salam kanal izləyiciləri, bugün sizinlə 8-ci sinif ədəbiyyat dərsliyindən Əbdürrəhim bəy Haqverdiyevin Bomba hekayəsinə aid olan tapşırıqları işləyirik. Əsərin özünü oxumuşuq, sizinlə təhlil etmişik, ideyasını, mövzusunu bilirik. Bundan öncəki videoda artıq onları sizinlə hazırlamışıq. Gəlin indi də birinci dərs var burada, məzmun üzrə iş, əsərin tapşırıqlarını işləyək. İlk öncə sizdən xahiş edəcəm ki, kanala abunə olmağı, paylaşmağı və bəyənməyi yaddan çıxartmayın. Başlayırıq. Birinci dərs. Məzmun üzrə iş. Birinci sualımız nədir burada? Nə verir bizə? Deyir ki, birinci sualda əsərin oxusunu fərqli formada həyata keçirə bilərsiniz. Əsərin məzmunu və həcmi proqnozlaşdırılmış oxudan istifadə üçün daha əlverişlidir. Bu oxu növünü seçsəniz, ilk növbədə əsərin adına diqqət yetirin və parta yoldaşınızla birlikdə əsərdə nədən danışıla biləcəyini müzakirə edin. Deməli, bu sinifdə müəllimin apara biləcəyi bir işdir. Siz, yəni parta yoldaşlarınızla birlikdə əsərin adının niyə bomba olduğunu və bunu deməli oxu növünü seçməlisiniz ki, hansı oxu növü ilə oxuyağım bunu. Məsələn, müəllim ola bilər ki, cütlərdən oxutdursun sizi, ola bilər ki, əsəri səhnələşdirsin sizin üçün, bu şəkildə versin. Bu, yəni müəllimin sinifdə sizin üçün əsəri necə oxuda biləcəyi, o müəllimə, yəni sinifin müəlliminə aiddir. Ola bilər müəllim deyər ki, lap evə verər, deyər ki, evdə bunu səhnələşdirin, səhnələşmiş şəkildə gəlin. Bu şəkildə eləyəcək. Yəni oxu növünü müəllim seçəcək sizin üçün. Əsərin adına diqqət yetiririk. Əsərin adı bombadır. Niyə görə bomba adlanır? O bomba, yəni orada Kərbəlayi Zalı təxəyyülündə o torbadakı girdə şeyləri bomba təsəvvür eləyir və onun təsəvvüründə bomba olduğu üçün və əsər də sonda novella şəklində bitir. Gözlənilməz bir şəkildə bomba təəssüratı ilə o evə axşan deməli pristav, yəni onun polis qulluğunda olan işçilərin axışıb gəlməsi və gəlib nəticədə bomba axtarıb, axırda da nə ilə? Qarpızla rastlaşmaları. Təbii ki, bu bir novella idi. Gözlənilməz sonluqla bitir və bunları da birlikdə deyir əsərdə nədən danışıldığını müzakirə etmək üçün. Ola bilər müəllim deyər ki, parta yoldaşınızla müzakirə edin, ola bilər müəllim deyər kollektiv müzakirə edin. Yəni bu şəkildə, bu sinifə aid olacaq bir şeydir. Daha sonra keçirik tapşırıq 2-yə, ikinci suala. İkinci sualda deyir ki, əsərin hər parçasını mətn 4 parçaya bölünmüşdür. Fərdi olaraq səssiz oxuduqdan sonra cədvəldəki suallarla bağlı qeydlər eləyin. Əsərin parçaları. Bu əsərin parçalar hissəsi bilirik ki, 4 hissədən ibarətdir. Yəni 4 hissə yazılacaq və birinci hissə yazılıb, ikinci, üçüncü, dördüncü hissələri qeyd edə bilərsiniz. Sonra burada sual verir ki, sizcə nə baş verəcək və hadisələr necə davam edəcək? Əgər birinci hissədən götürsək, birinci hissədən sonra düşünürəm ki, deməli, hələ əsəri oxuyub birinci hissəni bitirib, baxın bu hissəni, biz bitirib birinci hissəni bitirib, görürsünüz, 1, 2 buradan başlayır da. Birinci hissə budur. Əgər bu hissəni bizə demiş olsa, biz bu hissəni oxuyandan sonra deyə bilərik ki, birinci hissədən sonra düşünürəm ki, Kərbəlayi Zal hökumətdə işini davam etdirəcək. Axı, burada arvadı nə deyir ona? Deyir ki, sənin deyir, nə başına, nə saqqalına deyir, şaşqa yaraşır, nə də şapqa. Yəni, bu işdən əl çək. O da deyir, birazdan deyirsən, ay arvad, hökumətin ləzzətini bilmirsən, birazdan deyir, biz polis qulluğundan çıxacam, pensiyaya çıxacam. Onda deyir, oturub bir yerdə pensiyanı yiyərək. Arvad da nə deyir? Deyir, nə deyirəm ki, özün bilərsən. Bundan sonra nə baş verəcəyini təxmin etsək, yaza bilərik ki, və yaza bilərik, bu hissəyə gətirib yazırıq ki, bu hissədən yazırıq ki, birinci hissədən sonra düşünürəm ki, Kərbəlayi Zal hökumətdə işini davam etdirəcək. Çalışacaq ki, hökumətə ziyan verən insanlardan kimi isə yaxalasın. İşinə daha məsuliyyətli yanaşacaq. Düşünürəm ki, işinə daha məsuliyyətli yanaşacaq və cinayətkarlardan kimisə tutmaq istəyəcək. İndi bizə burada deyir ki, nə üçün belə düşünürsünüz? Bu hissəyə yazacaq ki, nə üçün deyir belə düşünürsünüz? Çünki Kərbəlayi Zal öz işini sevir və hər zaman hökumətə xeyir verməyə çalışır. Bu hissədən yazacaq ona.
bir haşiyə çıxım ki, bu insan xeyir vermək istəyir də, bu insan istəyir ki, cinayətkar tutsun. Neynəsin ki, bəxti gətirmir də. Amma bəxti gətirmir. Elə bunu qeyd edə bilərsiniz ki, çünki Kərbəlayı Zal buradan Kərbəlayı Zal öz işini sevir və hər zaman hökumətə xeyir verməyə çalışır. Amma bəxti gətirmir. Bunu da belə yaza bilərsiniz. Sonra nə baş verdi? Hadisələr necə davam etdi? Bu hissədən yazacaq ki, amma sonda hadisələr oxucunun gözlədiyi kimi bitmir. Görürük ki, Kərbəlayı Zal heç də işində başarılı, bacarıqlı biri deyilmiş. Bax, onu da bu hissədən qeyd eləyirik. Daha sonra keçirik 3-cü tapşırığa. 3-cü tapşırığımız nədir? 4-ü buraya yazacaq. 3-cü tapşırığa baxırıq. Deyir ki, qənaətləriniz yaxın və oxşar olan yoldaşlarınızla birləşib kiçik qruplar yaradın, fikirlərinizi ümumiləşdirib təqdimata hazırlaşın. Yəni, nə edəcəyik burada? Ola bilər ki, sizin fikrinizlə partiya yoldaşlarınızın fikirləri eynidir, düşüncələriniz, əsər haqqında olan rəyləriniz eynidir. Yəni, yaxında oxşardır və həmən yoldaşlarınızla birləşib kiçik qruplar yaradırsınız. Bunu yenə də sinifdə bu kiçik qrupları müəllim təşkil edəcək sizin üçün və ümumiləşib təqdimat hazırlayırsınız. Təqdimatda nə deyə bilərsiniz? Məsəl üçün, baxın, təqdimat veririk 3-də. Təqdimat. 3-ə aid. Necə verə bilərik? Deyə bilərik ki, əsəri oxuduqdan sonra belə qənaətə gəlirəm ki, insan işini sevməklə yanaşı, səhvlərindən də nəticə çıxarmalıdır. Hər zaman eyni səhvləri edən Kərbəlayı Zal işinə məsuliyyətli yanaşmağa çalışsa da alınmır, bəxti gətirmir. O 25 ildən artıqdır ki, polis qulluğundadır, amma bir dəfədə olsun bir cinayət yaxalamayıb. Belə ki, polislik üçün yararsız olduğunu özü də sübut edir. Bunun onun arvadının sözlərində də görür və bunu onun polis üçün yararsız olduğunu arvadının sözlərində də görürük ki, ay kişi, bu nə sənin yaşına, nə də başına yaraşır, nə şaşqa, nə də şapqa deyir sənə yaraşır. Gəl deyir, əl çək bu işdən. Şaşqa nədir? Yəni bu ağzında fit qoyub çalırlar. Şaşqa odur. Yəni o çaldıqları fit deyir, nə sənin deyir, yaşına, saqqalına şaşqa yaraşır, nə də ki deyir, şapqa. Gəl deyir, yəni əl çəkinən bu işlərdən. Bu da pensiyaya çıxacağını bildirir. Yəni bu şəkildə təqdimat eləyə bilərsiniz, müzakirə apara bilərsiniz. Daha sonra keçirik 4-cü sualımıza. 4-də ümumiyyətlə bir təqdimatın özünü istəyir. Bayaq ki, təqdimat əsasında bir müzakirə idi. Müzakirə eləyəndə yenə 3-ə qayıdıram. Orada deyəcəksiniz ki, məsələn, bu seçdiyi vəzifə və belə suallar verə bilərsiniz də. Kərbəlayı Zalın seçdiyi bu deməli polis qulluğu ona yaraşırdımı, yaraşmırdımı? Yaraşırdısa niyə yaraşırdı? Yaraşmırdısa niyə görə yaraşmırdı? Yəni ailədə ona, arvadının ona münasibəti necə idi? Bu vəzifədə qalmasına, işləməsinə və yaxud arvadı ona nə təklif eləyirdi? Kimin yadındadır? Arvadı ona təklif eləyirdi ki, gəl, deməli, bir baqqal dükanı aç, otur, yəni baqqallıqla dükanda alış-verişlə məşğul ol. Bunu istəyirdi. Yəni, belə bu şəkildə müzakirələr aparacaqsınız. Niyə görə, məsələn, Kərbəlayı Zal hökumət tərəfindən sıxışdırılırdı? Hakimiyyətdə kimlər idi? Bu şəkildə, yəni müzakirələr aparanda, təqdimatlar aparanda sinifdə müzakirələri bu suallar əsasında aparacaqsınız. Yəni kimlər istəsə bu sualları qeyd eləsin ki, əlinin altında bir xeylaq sual olsun ki, müzakirə eləyə bilsin. Təqdimat əsasında deməli, bir fikir mübadiləsi və müzakirə aparın deyir. Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirələr. Yenə də burada bir fikir mübadiləsi var, müzakirələr var. Deyə bilərik ki, yenə sual verə bilərik. Kərbəlayı Zalın qulluqdan atılmasının səbəbi nə idi?
Nəyə görə Kərbəlayı Zal bu cinayəti üstünü aça bilmirdi? Nəyə görə bir cinayətkarı yaxalaya bilmirdi? Neçə illər idi ki, Kərbəlayı Zal deməli polis qulluğunda işləyirdi. Sonra deməli bu tipli suallar verə bilərik və pristav ona Kərbəlayı Zalla narazı olduğunu harada ona bildirdi? Harda bildirdi? Görürsünüz, indi polis olduğuna görə çoxunuzun ağlına diqqətsiz oxuyanlar deyəcək ki, polis bölməsində, polis idarəsində xeyr, onu dəftərxanada bildirir. Yadınızda qalsın ki, dəftərxanaya çağırır və dəftərxanada ona deyir ki, belə getsə səninlə biz vidalaşmalı olacağıq. Sonra o pensiya yaşına qədər işləyə bildimi orada? Və bu kimi tipli suallar verib deməli təqdimatı mübadilədə iştirak edirsiniz, təqdimat mübadiləsində iştirak edirsiniz və müzakirələr aparırsınız. Bir təqdimat verirəm, 4-ə aid bir təqdimat verirəm sizə. Diqqətli olağın. Kərbəlayı Zalın qulluqdan atılması onun məsuliyyətsizliyi və zəifləyən bacarıqları ilə bağlı idi. O əvvəlki Kərbəlayı Zal deyildi. Yaşlanıb, gücdən düşmüşdü. Amma 25 ildə bir dəfə də olsun bir cinayət tapmayıb, oğru tutmayıb. Tam ona baxanda bu işin deməli adamı olmadığını anlamaq olur. Amma hakimiyyətdə olan Rus pristavı da ona kömək olmur, dəstək vermir. Çünki Rusiyadır axı, ona görə ona dəstək olmur, kömək vermir. Pristav ona narazılığını bildirməsi və Kərbəlayı Zala qarşı qüvvənin deməli itirməsi, Kərbəlayı Zala qarşı güvəninin itirməsi qəhrəmanın süqutunun başlanğıcı oldu. Yəni o pristav ona güvənini itirir və bu da demək olar ki, onun artıq süqut eləməsinin, işdən uzaqlaşmasının başlanğıcı olur. O baş verənləri ironiya ilə, Kərbəlayı Zal baş verənləri ironiya ilə qarşılasa da, yəni onun deməli pristavın dəftərxanada Kərbəlayı Zaldan narazı qalmasını deməsinə Kərbəlayı Zal ironiya ilə qarşılasa da, amma daxilində çox məyus idi, ümidsiz idi. Son hadisələr, bomba axtarışı və çuvalların tapılması, içindən qarpızın çıxması onun son ümidini də əlindən alır. Düşünürəm ki, bu hadisə həm də insanların deməli zamanla dəyərdən düşməsinin acı bir göstəricisidir ki, insanlar zamanla dəyərdən düşür. Yəni bu bariz bir göstəricidir Kərbəlayı Zal bu kimi insanlar üçün. Daha sonra bir 5-ci suala baxaq. 5-də nə deyir? Deyir, əsərdəki hadisələrlə səsləşən bir epizod fikirləşin. Onu hansı hadisədən sonra mətnə əlavə etməyin mümkün olduğunu əsaslandırın. Belə bir epizod qoya bilərik. Belə bir epizod əlavə etmək olar ki, Kərbəlayı Zal epizod nədir? Yəni bir hadisə deyir, özünüzdən deyir, belə bir hadisə deyir, yaradın, uydurun ki deyir. Onu deyir, hekayənin hansısa bir hissəsini, elə bil müəllifin yazdığı bu hekayənin hansısa bir hissəsində yerləşdirə biləsiniz. Mətnə, hekayəyə uyğun bir epizod yazın deyir, yəni hadisə. Belə bir epizod əlavə eləyə bilərik ki, Kərbəlayı Zal gecə tək başına oturaraq köhnə dövrləri, qazandığı hörməti, işə düzəldiyi o ilk günləri və indiki acınacaqlı vəziyyətini xatırlayır. Kövrəlir və gündəliyində indi heç kimə lazım deyiləm cümləsini yazır. Dırnaq içərisində olacaq bu, indi heç kimə lazım deyiləm. Dırnaq bağlanır, cümləsini yazır. Bu epizodu pristavın dəftərxanada narazılığını bildirdiyi və Kərbəlayı Zalın evə qayıdıb başım ağrıyır dediyi səhnədən sonra əlavə etmək olar. Bildiniz, hara əlavə etmək olar buna? Bax, bu o ki, indi heç kimə lazım deyiləm cümləsini yazır. Fikirləşir, köhnə günləri yadına salır, belə bir cümlə yazır. Bunu biz əlavə eləyirik. Bu belə bir şey yoxdur orada. Bunu da hara əlavə eləyə bilərik bu epizodu? O ki, pristavın dəftərxanada narazılığını bildirdiyi hissə vardı. Ki, Kərbəlayı Zal, baxın, dəftərxanada pristavı çağırıb demişdi ki, baxın buradan
dəftərxanada pristav çağırıb onu demişdi ki, səndən narazıyam. Belə getsə qulluq eləməyimiz tutmayacaq. Gördük, tutmayacaq. Bu sözlər bir ox kimi Kərbəlayı Zanın bu tərəfindən dəyib o tərəfindən çıxdı və evə gəldi. Evə gəlir. Arvadı deyir, nə oldu? İştahım yoxdur. İştahım yoxdur. Arvad abgüşt pişirmişdi. Abgüşt nədir? Bozbaş pişirmişdi. Parça ətlərdən yemək pişirmişdi. Və deyir, yoxdur, yatmaq istədi. Çay içib getdi Qarovula. Gözünə də yuxu gəlmədi. Gözünə də yuxu gəlmədi. Eləmi? Baxın, gözünə yuxu gəlmədi. Bu hissədən sonra əlavə eləyə bilərik ki, deməli, bu dediyim hissəni ki, yəni köhnə dövrləri qazandığı və buradan sonra deyə bilərik ki, Kərbəlayı Zal gecə tək başına oturaraq köhnə dövrləri qazandığı hörməti, işə düzəldiyi o ilk günləri, indiki acınacaqlı vəziyyətini xatırlayır, kövrəlir və gündəliyinə indi heç kimə lazım deyiləm cümləsini yazır. Bax, onu bu yerdən, axır durub, bir stəkan çay içib, gedir Qarovula. Bu deyilənləri yazandan sonra bu cümləni təzədən əlavə eləmək olar ki, axır durub, bir stəkan çay içib, gedir Qarovula. Bunu qoya bilərik. Deyir, niyə görə bunu bura qoya bilərik? Bunu əsaslandırın. Çünki artıq onun içində bir ruh düşkünlüyü özünü göstərməyə başlayır da. Artıq ruh düşkünlüyü yaranır ki, məndən narazıdır pristav. Ona görə fikirləşirik ki, yəni bu yerdə belə bir epizod əlavə eləyə bilərik. Daha sonra 5-i də verdik. Sonra gəlir burada bir evdə iş var, veribdim, seçib şifahi təqdimatlar hazırlayın deyir. Kərbəlayı Zanın sonraki taleyini necə təsəvvür edirəm sonraki taleyini. Deməli, Kərbəlayı Zalın sonraki taleyini, baxın bu hissəni, bunu veribdim. Sonraki taleyini mən arvadı və özünün birgə yaşayışlarını təsəvvür edirəm. Qulluqdan atılandan sonra o cəmiyyətin diqqətindən kənarda qalır və heç kim onunla maraqlanmır. Bir yaxdan bilirdilər də, yenə ən azından ki, polisdir, çöldə gəzirdi, şaşqası əlində, şapkası başında gəzirdi. Polis paltarında bilinirdi ki, polisdir. İndi artıq qulluqdan atılandan sonra deməli, o cəmiyyətin diqqətindən kənara qalır və heç kim onunla maraqlanmır. Unudulmuş şəxsə çevrilir. İşinə nə qədər can yandırsa da, ömründə bir cinayət aça bilmədiyi üçün bu sənəti seçməyinə peşman olur. O keçmişini tez-tez xatırlayır və səhvlərinin fərqinə vararaq peşmanlıq hissi keçirir. Düşünürəm ki, onun taleyi bir çox insan üçün xəbərdarlıqdır. Əgər insan daim öz üzərində çalışmasa və məsuliyyətini unutsa, axırda bu cür acı sonluqla üzləşə bilər. Yəni, neyniyir? Acı sonluqla üzləşir. Necə acı sonluqla üzləşir? Yəni, istədiyi kimi işini yerinə yetirə bilmir də. Yəni, fikirləşirdi ki, son dövrə qədər deyir, hökumətin ləzzətini bilmirsə. Hökumətdə işləməkdən ləzzət alırdı. Yəni ki, sonra pensiyaya çıxacağı günləri gözləyirdi. İşini sevirdi, amma nə olsun ki, o işdə bir başarısı yox idi, bir bacarığı yox idi, bir qabağa gedə bilmirdi. Bu şəkildə. Daha sonra baxaq ikinci görəyin nədir? 2-də də deyir ki, əsərdəki hadisələrin baş verdiyi dövr 20-ci əsrin əvvəlində Azərbaycanda ictimai-siyasi vəziyyəti istəyir bizdən. Azərbaycanın siyasi vəziyyəti o dövrdə necə idi 20-ci əsrdə? 20-ci əsrin əvvəllərində Azərbaycanın mürəkkəb ictimai-siyasi proseslərdən keçirdi. Ümumiyyətlə, o dövrdə Azərbaycan 20-ci əsrin deməli, əvvəllərində Azərbaycan ictimai-siyasi proseslərdən keçirdi. Çar Rusiyasının tərkibində olan ölkədə məmur özbaşınalığı, rüşvətxorluq, ədalətsizlik geniş yayılmışdı. Təbii ki, Sovet hakimiyyətinin Çar Rusiyasının tərkibindəyik və özbaşınalıq, rüşvətxorluq, ədalətsizlik bu dövrdə geniş yayılmışdı.
Milli oyanış dövrü deməli başlasa da, əhalinin böyük bir qismi savadsız idi və hüquqlarından xəbərsiz idilər. Savadsız olmaları o şəkildə dursun, yəni adi öz hüquqlarını belə bilmirdilər, hüquqlarından belə xəbərsiz idilər. Sosial ədalətsizlik və təbəqələşmə xalqın narazılığına səbəb olsa da, səslərini çıxara bilmirdilər. Yəni hakimiyyətə görə səslərini çıxara bilmirdilər, cəzalanırdılar və səsləri kəstirilirdi, batırılırdı müxtəlif yollarla. Odur ki, insanlar özləri də bu ədalətsizliyi və təbəqələşmə nədir? Kasıb varlı, onların yaşam tərzləri çox fərqli idi. Varlı, yəni çox varlı idi, kasıb da çox kasıb idi. Varlılar da kasıbların hesabına varlı idi. Yəni əkinçinin əkinçiyə əkdirdikləri məhsulun deməli 1/4 əkinçinin özünə qalırdı. 3 hissələr, məsələn 3 hissəsini özlərinə götürürdülər. Bir hissəsi əkinçinin olurdu, amma zəhməti də əkinçi çəkirdi. Ona görə də əkinçi çox zülm çəkirdi. Təbəqələşmə o dövrdə xalqın narazılığına səbəb olsa da səslərini çıxara bilmirdilər. Hakimiyyət rusların əlində idi və Kərbəlayı Zal kimilər də bu hakimiyyətin qurbanlarından biri idi. Həmən hakimiyyətin qurbanlarından biri idi. Yəni Sovet hakimiyyəti olmasaydı, bəlkə də Kərbəlayıya da hansısa bir cinayəti yaxalamaq, tutmaq onun da yəni boynuna düşərdi. Amma ruslar ona imkan vermirdilər. O özü də bacarıqsız idi, amma ruslar da ona imkan vermirdilər ki, o öz işində bacarıqlı olsun. Bu qədər. Bu da bizim evdə iş deyilən 2 şifahi təqdimatımız. Qaldı dərs 2, onu da növbəti videoda çəkəcəm sizin üçün. Videonu bəyənirsinizsə, təbii ki, bəyənməyi və fikirlərinizi yazmağı yaddan çıxartmayın. Sağ olun, növbəti videoda görüşərik.